Xırdalan şəhərində Avpark yaşayış kompleksindən yuxarıda hündür, sakit, səssiz bir ərazidə mərkəzi yola 596 saylı marşrut xəttinə və Avparkın mərkəzinə yaxın bir ərazidə 2 otaqlı, geniş, həyəti geniş olan və ev sahəsi geniş olan paket kupçalı ev təqdim edirəm. Evimizin darvaza girişi gördüyünüz kimi buradadır. Yəni həyəti kifayət qədər genişdir. Həyətyanı sahəsində oturmaq üçün, istirahət üçün geniş bir yer var. Sağ tərəfdə belə bir yaşıllıq zolağı salınıbdır. Evin yan tərəfində artıq əşyaları qoya biləcəyiniz kifayət qədər geniş bir yer var. İstilik sistemimiz kombidir. Hal-hazırda mülkiyyətçi, yəni ev sahibi evdə özü yaşayır. 4-5 daş kürsüdə hündürlüyü mövcuddur. Gəlin yavaş-yavaş keçək evimizin daxilinə. Qeyd edim, burada belə bir sanuzelimiz də var. Bugünkü gündə ev təmir cəhətdən heç bir xərc tələb etmir. Sənədləri də qaydasındadır. Gəlin keçək evimizin içərisinə. Daxil oluram dəhliz hissəyə. Koridor sistemli bir evdir. Yəni bütün otaqların dəhlizə çıxışı mövcuddur. Koridorumuz da kifayət qədər genişdir. Kim istəsə mətbəxi dəhlizə yığıb buranı uşaq yataq otağı kimi istifadə edə bilər. Gördüyünüz kimi mətbəx də xudmani ölçüdədir. Girən kimi solda yerləşir evimizin qonaq otağı. Qiymət barəsində videonun açıqlama qismində biz sizə məlumat verəcəyik. Evə real bazar qiyməti təyin olunub. Evdə yalnızca mətbəx mebeli kombi qalacaq. Kim əşyalı istəsə əlavə razılaşma ilə əldə etmək mümkündür. Burada yerləşir evimizin sanitar qovşaq və hamam otağı. İkisi birlikdədir və genişdir. Bu hissədə isə evin yataq otağı var. Evimizin sənədləri qaydasındadır. Həm torpağın, həm evin özünün çıxarışı var. Paket kupçalı bir evdir. Təxminən 1.2 sot torpaq sahəsində tikilib. Həyəti genişdir. 2 otaqlı ev olsa da geniş 2 otaqlıdır. Yəni 3-ə pelecelka etmək də mümkündür. Evlə bağlı hər hansı sualınız olarsa qeyd edilən nömrə ilə əlaqə saxlayın. Kanalımıza abunə olmağı unutmayın. Sizin də satışda əmlakınız varsa bizə müraciət edə bilərsiniz. 070 924 2930 nömrəsi ilə əlaqə saxlamanızı xahiş edirik. Evlə bağlı hər hansı sualınız olarsa qeyd edilən nömrə ilə əlaqə saxlayın. Bizi TikTok, Instagram, YouTube səhifələrimizdən izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.